Salam əziz dostlar, hörmətli kanal izləyiciləri, hər birinizi kanalımızda xoş gördük. Axşamınız xeyirli olsun. Bugün mən Tərlan, sizləri Binə qəsəbəsindən salamlayıram. Gözəl 2 mərtəbəli evin çəkilişinə gəlmişəm. Çox vaxtınızı almayacağım. Ev haqqında bütün məlumatları hamısını deyəcəm inşallah. Çəkilişə keçməmişdən öncə bir dənə xüsusi qeyd edeyim ki, bax, sakit dayanıram mən özümdə. Gördünüz necə sakitçilikdir məhlə. Yəni çox sakit məhlədir həqiqətən. Yəni hər hansı bir səs yoxdur. 2 evdir yan-yana, indi digər ev haqqında da danışacağıq. Demək əzizlərim, ümumi 2 sotdan biraz artıqdır. 2 sot deyək. 2 sotda 4 otaq, paket kupçalı otaqlarla tanış olacağıq inşallah. Evin üzdüyünü görürsünüz. Gecə işıqlandırılması, 2-ci mərtəbənin balkonu, aşağıda mini teras kimi, yəni stol qoyub oturmaq olar. Həyəti, işıqlandırılması həyətdə, birbaş məhləyə baxır küçəsi, qapısı, yəni tupik deyil, dalan deyil. Evin yan tərəfi, geniş həyəti var, rahat bir 3-4 maşın rahatçılığına yerləşir. Sabah gələcəkdə bu istiqamətdə cam balkon etmək istəsəz, yəni o da mümkündür. Çox gözəl də alınır inşallah. Və keçək otaqlarla tanış olaq. Paket kupçalıdır, 4 otaqdır. Nəqd ipotekini əldə edə bilərsiniz. Mərdəkan Bravo yoluna çox yaxın bir yerdə yerləşir. Yoldan 450 metr məsafəsi var. Bu da bax mini deməzdim, normal terasdır. Yəni stol qoyub rahat oturmaq olar. Ya Allah, keçək içəri. Salam əleykum, xoş gəlmişsiniz. Giriş qapısı hazır alınma bahalı qapılardandır. Ağ içliklər. 1-ci və 2-ci mərtəbə istipol monolit betondur. 1-ci mərtəbənin girişi. Elektrik işləri görülüb 1-ci mərtəbə aiddən burada. Sol tərəfdə yerləşir mətbəx. Geniş mətbəxi var. Mətbəx mebeli yığılıb, stol qoyulub, pərdə, plüstür, bunlar hamısı olunub. Və hətta deyərdim, kondisioner xəttinə qədər qoyulub. Çox qəşəng, gözəl, spot işıqlar, gizli işıqda hətta düşünülüb. Bura bizim mətbəx. Mətbəxdən çıxırıq, üzböyüz bizim qonaq otağıdır, geniş. Bəzi xırda işlər qalıb, inşallah tamamlanıcı, ona görə üzrlə hesab edərsiniz. Bu mebellər götürüləcək, yəni evə aid deyil, sadəcə müvəqqəti qoyulub buralar. Ona görə götürüləcək. Twistent yığılıb, kondisioner xətti qoyulub, spot işıqlar, gizli işıqlar, plüstür, geniş. İstipoldur, demək, buranın yerliyi laminatdır. Qəşəng dolab yığılıb burada, təbii ki, bu qalıcı. 1-ci mərtəbənin sanitar sanuzeli, bütün aksiyonlar qoyulub, hazır. Tam işlək vəziyyətdə istipollu təbii ki. Və 1-ci mərtəbədə burada belə bir gözəl bir şey fikirləşib qardaşımız. Kombi təbii ki, burada olacaq, öz qaz xətti çəkilib hazırdır. Mətbəxdə paltaryoyanın yer tutması üçün əlavə xətt qoyulub burada. Yəni paltaryonu tam arxaniklə burada qoyub istifadə eləmək olar. Və artıq əşyalar toz soğuraldı, evin digər məişət əşyalarını fonla bura yerləşdirmək olar. Burayla tanış olduq. Keçək inşallah 2-ci mərtəbənin otaqlarla tanış olaq. Təbii ki, mərmər üzlü ilə pələkanlarımız. Monolit betondur, 2-ci mərtəbə istipoldur. 2-ci mərtəbəmiz. Burada bir yataq otağı, ümumi 4 yataq otağıdır. Və küçənin mərkəzi işıqlandırılması var. Küçəyə baxır bura. Fikir verin, mərkəzi işıqlandırılması var. Bravo da buradan görsənir. Çox rahatçılıqla. 2-ci yataq otağı. Hər yataq otağında kondisioner xətti qoyulub ayrıca. Lüstr pərdəsi yerində. 3-cü yataq otağı.
Çox gözəl, geniş otaqları var və sanitar sanuzel. Buranın aksesuarları qoyulub, hazır şəkildə. Çıxaq inşallah balkona. Buram bağlanıb deyəsən. Mən pauza verim. Qapını açdım, pauza vermişdim, üzrlə səbəb eləyin. Açarla bağlanmışdı. Burada ikinci mərtəbənin balkonu. Yəni həyəti heç bir pəncərə baxan bir ev yoxdur. Tam qəşəng sakitçilik, bir də məhəllənin sakitçiliyi, mərkəz işıqlandırılması məhəllənin var. Cəmi 450 metr məsafəsi var Mərdəkan yoluna. Bravo marketə yaxındır. Əzizlərim, evin start qiyməti ekranda göstərilib. Təbii ki, real alıcı ilə qiymətə razılaşmaq mümkündür. Evin də tikilişinə söz yoxdur. Çox gözəl şəkildə, yəni tam qaydalarla inşa olunub. Sağ olun, sağlıqla qalın. İnşallah növbəti çəkilişlərdə görüşmək ümidi ilə. Sağ olun əzizlərim.